100 kilogram, boyu 153 santimetrdə olan bir xanımda aydın məsələdir ki, artıq morbid obezite var. Yəni piylənmənin 3-cü dərəcəsinin üzərində olan çox aşırı yağ toxuması olan bir piylənmə. Və belə xanımlarda özəlliklə çox ciddi qarın sallanması olur. Yəni aşırı 131 santimetr göstərən bel çevrəsi, 140 neçələri göstərən qarın çevrəsi və s. Bütün bunlar nədən xəbər verir? Qarın əzələsi də artıq funksiyasını itirib. Burada ikincil bir məsələ var, diastaz ola bilir. Əgər belə mamalar doğuş keçiribsə ki, hazırki vəziyyətdə pasiyentimiz 3 doğuş keçirib və xanımların ən qorxulu yuxusu məhz budur. Fartuq qarınlar, sallaq qarınlar ki, biz onu da çözürük. Qarın sallanmasını necə müalicə edirik? Məni izləyən, başına bu hadisə yaxşı mənada gələn, yəni ki, arıqlayıb, özəlliklə çox böyük 30-40 santimetr qarın bel arıqlatdığım və əksinə olaraq qarın sallanması olmayan. Yəni ki, yanıma gələndə ki, bugünkü pasiyentimizdə artıq ölçəndə baxıram ki, qarın haradadır, dizin üzərindədir, sallaq. Bu sözümün sübutu olan en qədər pasiyentlərim var, bəlkə də eşidəcəksiniz indi. Отзовитесь, как говорится. Yəni bu var, bu fakt, bu işi görürük. Yəni necə edirik? Artıq bu özümüzün protokol müalicə elzə konseptinə uyğun olan protokol müalicəmizdir ki, çox ciddi işləyirik. Qarın sallanması olsa belə qorxmayın, bunun çox ciddi müalicə edirik. Bir, səbəbi tapırıq əsas, yəni bir neçə səbəbə bağlı qarın alınması olur. Yəni çoxları düşünür ki, doğuş keçirdim. Bəzən heç doğuş keçirməyən insanda da sallaq var. Bəzi adam var ki, 3-4 qarın doğsa belə elastiklik o səviyyədədir ki, heç sallanma yoxdur. Yəni bütün səbəbləri bir-bir baxaraq orada hansı struktur işləməliyik? Bəzilərinizdə striyalar var, yəni qarın çatları, cırılmaları. Bu adətən doğuşdan sonra olur. Bəzilərinizdə hətta lipödemi olan insanlarda yağ toxuma funksiyasını itirdiyi üçün